Salam, hər vaxtınız xeyir olsun. Mən sizlərə kombinin neçə kilovatlığını necə təyin etmək olar və düzgün olması kilovatının o barədə məlumat verəcəm. Gördüyünüz kimi, hal-hazırda Novella kombisinin 26 kilovatlığıdır, bu isə 40 kilovatlığıdır. Novella kombisinin, bax, üzünün krişkasını açmışıq ki, detalları ilə sizləri tanış edək. Bax, gördüyünüz kimi 26 kilovat, 24 kilovat deyiləndə 26 kilovatlıq kombinin esenjorunun santısı da 26 santı olmalıdır. Bax, bunu biz bir yerdə ölçək, baxın. Bax, hələ 27 yarımdır demək olar ki, baxın. Bax, misal olaraq 40 kilovatlığını ölçək. 40 kilovatsa 40 santı olmalıdır. Bax, görürsünüz, 40 santı. İndi nümunə olaraq başqa bir kombini ölçək. Bu 24 kilovat deyilir. Amma gəl ölçək görək neçədir. 16 santıdır. Və bir də kombinin kilovatı farsonka sayıyla da təyin olunur. Məsələ, bir farsonkan 2 kilovat hesablanır. Sayaq hal-hazırda bu 26 kilovatda neçə farsonka var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13 farsonkadır. 1, 2 kilovatdan 13'ü 2'yə vuranda təmiz 26 kilovat. Misal olaraq 40 kilovatlığı sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Görürsünüz, tərtəmiz 20 farsonka 2'yə vuranda 40 kilovat 20 farsonkanı. Və nümunə olaraq biz yenə də bu kombini isə sayaq 24 kilovat deyiləni. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Görürsünüz, 20 kilovatdır. Belə desək, farsonka belə əllə də görürsünüz nə qədərdir. Amma 24 kilovat, 26 kilovatlıq Novellada isə görün nə qədər böyükdür, fərq edir. Yəni, bunun kilovatı tam düzgündür, orijinal bir kombidir həqiqətən də. Novella kombisi alın, dağlar qədər razı qalın.